başlanğıcdır, başlanğıc uğurludur və bu cür informasiya resursları çox lazımlıdır. Ümumiyyətlə, resurslar çox lazımdır cəmiyyətə. Cəmiyyətin inkişafı üçün, xüsusilə də hələlik zəif vəziyyətdə olan vətəndaş cəmiyyətinin inkişafı üçün onun resursları geniş olmalıdır. Və belə bir resursun, hətta toplayıcı bir resursun yaradılması müsbət bir haldır. Mənə elə gəlir ki, bir neçə istiqamətində xüsusilə fikir vermək lazımdır. Biri ondan ibarətdir ki, dediyim kimi, bu əlavə bir informasiya resursudur və ikincisi, həyata keçirilən layihələrin, fəaliyyətin, göstərilən fəaliyyətin, qeyri-hökumət təşkilatlarının göstərdiyi fəaliyyətlərin bəlkə 50% ona görə hədər gedir ki, onlar sadəcə bir-birini təkrarlayırlar və hətta bəzən bir-birinin əksinə olurlar və s. Bu, elə bil ki, elektron və təbii bir koordinasiya mərkəzi rolunu da oynaya bilər, bir məsləhətçi konsultasiya mərkəzi rolunu da oynaya bilər. Əgər o funksiyaları da həyata keçirsə, yerinə yetirsə, mən bundan çox böyük uğur hesab edirəm.